Gəlin belə bir suala baxaq. A plus B-nin cəbrini istəyir bizdən. A-nın B-yə nisbəti 3-ün 4-ün nisbətidir və əçob AB çıxılsın ərob AB 88-ə bərabərdir. A və B-nin cəbrini tapır. İlk növbədə A-nın 3K-ya, B-ni də 4K-ya bərabər edəcək. Və gətirib burada A ilə B-ni yerinə yazsaq. K-nı əbob və əçobdan bildiyimiz kimi ortaq vurğu olduğuna görə kənara çıxardırıq. Və qarşılıqlı sadə ədəd olduğuna görə 3 ilə 4, əçob 3 ilə 4 olacaq 12. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabər olduğundan K-nı da burada əbob 1-ə bərabər olduğuna görə K-nı da 1-ə vuracaq. Bərabərdir 88. 12K çıxılsın K, bərabərdir 11K. K da bərabərdir 8. Və bununla bitmir. Əlbəttə ki, A-nın B-nin cəmini tapmaq üçün K-nın yerinə 8-i gətirib qoyuruq. 3 vur 8, 24, 4 vur 8, 32. Və A plus B cəmini tap dedikdə 24 üstəgəl 32 bərabərdir 56.